mən belə görürəm. Hamınızı xoş gördük. Necə deyirlər, hər ay olduğu kimi bu ayın təlimi də elektrik təhlükəsizliyi mövzusu seçildi. O yüzden bugünkü təlimimizin adı elektrik təhlükəsizliyi üzrə maarifləndirmə təlimi olacaqdır. Təşkil olunub Zülfü bəy təlimçi. Yəqin ki, Summary hissəsindən tanış olmuşsunuz. Zülfü bəy haralarda təlim keçir, iş stajları hansı kapasitədədir, yəqin tanış olmuşsunuz. Bir çoxlarınız bəlkə də real olaraq da tanıyırsınız. Çünki Zülfü bəy sırf elektrik təhlükəsizliyi ilə bağlı bir çox müəssisələrdə, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Dağ Mədən Nəzarət Agentliyinin yanında, Dağ Mədən İnstitutunda da elmi işçidir. Hər birinizə uğurlar arzu edirəm. İnşallah ki, davamlı olaraq da gördüyünüz kimi hər ay təlimlər təşkil olunur. Necə deyərlər, davamı daha da gözəl olsun. Hər birinizə uğurlar. Buyurun Zülfü bəy, başlaya bilərsiniz. Çox sağ olun Fəriz bəy. Ətraflı məlumatınıza görə, belə bir qrupu yaratdığınıza görə sizlərə, digər adminlərə, hamısına öz təşəkkürümü bildirirəm. Mən də belə deyək, xoş oldu ki, belə bir qrup, bu vaxta qədər bilmirdim ki, belə bir qrup yaradılıb. İnsanlar üçün faydalı olan həqiqətən də inşallah ki, davamlı olsun, uzun ömürlü olsun inşallah. Çox sağ olun, minnətdaram. Təlimimiz elektrik təhlükəsizliyi barəsindədir. Fərid bəy mənim haqqımda artıq məlumat verdi. Yəni, həm öz idarəmizdə, həm digər yerlərdə çalışıram ki, elektrik təhlükəsizliyi barəsində bildiklərimi bölüşüm, paylaşım və digər yoldaşlar da, yəni səthəm sahəsində çalışan insanlar da elektrik təhlükəsizliyi barəsində məlumatları olsun. Hər birinizə uğurlar arzulayıram. Ümid edirəm ki, bu 2 saat çox xeyirli olacaq. Amma dediyim kimi, mövzumuz geniş bir mövzudur. Elektrik təhlükəsizliyini yəni 2 saata çatdırmaq olmaz. Fərid bəyin dediyi kimi, bu sadəcə maarifləndirmə bir mövzusudur. Yəni, sırf elektrik təhlükəsizliyi üzrə bir təlim olsa, yəni bir günlərimizi biz ona sərf edəyək. Ona görə də çalışacağım ki, qısa olaraq hər bir mövzu haqqında məlumat verim. Nə suallarınız olsa, suallarınızı verə bilərsiniz. 1 saatın tamamında 10 dəqiqəlik fasilə eləyərik. 10 dəqiqədən sonra yenidən mövzumuza davam eləyərik inşallah. Təlim bitəndən sonra da elektrik təhlükəsizliyi barəsində, bu danışdığımız mövzular barəsində nə suallarınız olsa, suallarınızı verə bilərsiniz. Vaxtınız qalmasa, həmin o qruplarda elektrik təhlükəsizliyi ilə bağlı suallarınızı yazarsınız. Mən də artıq o qrupda varam. Orada suallarınızı inşallah cavablandırarım. Burada özüm haqqında məlumatdır. Artıq Fərid bəy mənim haqqında məlumatı verdi. Nömrəm var, e-mail adresi var. Yəni, hər hansısa bir suallarınız olsa, o sualları verə bilərsiniz bir çətinlik çəkmədən. İlk olaraq mövzumuz olur elektrik təhlükəsizliyi anlayışı. Anlayış olaraq elektrik təhlükəsizliyi nədir? Nə deməkdir elektrik təhlükəsizliyi? İşarəsini görürsünüz burada, bu sarı işarə. Yəni, elektrik təhlükəsizliyi harada tələb olunursa, həmin yerlərdə bu işarə həm dünyada, həm Azərbaycanda bu elektrik təhlükəsizliyi anlayış olaraq nədir? Elektrik cərəyanı ölçüsünün, elektromaqnit sahəsinin və statik... Yoldaşlar, zəhmət olmasa səsi bağlayın da, mane olursunuz bizə. Beşir, başlar. Əli bəy. Yoldaşlar, yalnız sualınız olanda mikrofonu açırsınız, sualınızı verirsiniz, sonra bağlayırsınız. Çünki bir-birimizə, belə deyək, səslərimiz bir-birimizə mane olmasın. Elektrik cərəyanının, elektrik qövsünün, elektromaqnit sahəsinin və statik elektrikləşmənin zərərli və təhlükəli təsirindən insanları mühafizə edən vasitələr, təşkilatı və texniki tədbirlər sistemi elektrik təhlükəsizliyi adlandırır. Yəni, adından göründüyü kimi elektrik təhlükəsizliyi öz bir sistemdir. Və bura nələr daxildir? Cərəyandır, qövsdür, elektromaqnit sahədir, statik elektrikləşmədir. Buradan necə mühafizə olmaq lazımdır? Hansı hallarda mühafizə olunmaq lazımdır? Elektrik təhlükəsizliyi bundan bəhs edir. Bizim bugünkü mövzumuz da sırf bunlardan sizlərə maarifləndirmə tədbiri kimi bunlar barəsində məlumat verməkdir. İlk olaraq gəlir elektrik təhlükəsizliyi Azərbaycanda elektrik təhlükəsizliyi ilə bağlı qüvvədə olan qaydalar. Bilirsiniz, müxtəlif qaydalar var. Bunlardan da elektrik təhlükəsizliyi ilə bağlı ekranda gördüyünüz bu qaydalardır. Adlarını ekrandan oxuyursunuz. Səthəm mühəndisləri üçün, yəni vacib olan qaydalar elektrik qurğularının texniki istismar qaydaları və elektrik qurğularının istismarında
təhlükəsizlik texnikası qaydaları. Birinci yazılan qayda səthə mühəndisləri üçün ən vacib olan qaydadır. E-qanun az saytına daxil olsanız, qaydanın adını yazsanız, orada avtomatik olaraq bu qaydalar çıxır. Axtarış yerinə sizə lazım olan açar sözü yazmaqla qaydalarda olan, sizə lazım olan o necə deyərlər, anlayışı oradan öyrənə bilərsiniz. Həmçində digər bu 3 qayda 2025-ci ilin yanvarın 1-dən qüvvəyə minib. 2025-ci ilin yanvarın 1-dən artıq bu qaydalar qüvvədədir. Bundan qabaq isə 2020-ci ilin qaydaları idi. 2020 ilə 25 arasında müəyyən dəyişikliklər olub. İndi mövzumuzda yeri gəldikcə onlar barəsində də sizlərə məlumat verəcəm. Onu dediyim kimi səthə mühəndislərinin mütləq şəkildə bu qaydalar onların belə deyək telefonlarında, kompüterlərində hazır olmalıdır ki, daima elektrik təhlükəsindən bağlı sualları bu qaydalardan araşdırıb tapsınlar. Elektrik cərəyanı insana necə təsir edir? İlk mövzumuz budur, necə təsir edir. Daha sonra bu təsirlərə məruz qalmamaq üçün hansı tədbirlər görülməlidir? Onlar növbəti mövzularımızda, slaytlarımızda görəcəksiniz inşallah. Yoldaşlar, mikrofon kimdəsə açıqdır, yenə də səslər bir-birimizə mane olur. Elektrik cərəyanı insana 3 növdə təsir edir. Termiki, elektrolitik və bioloji təsir. Termiki təsir odur ki, elektrik cərəyanı insan bədənində yanıqlar əmələ gətirir, yəni insan bədənini yandırır. Elektrolitik təsir odur ki, insan bədənindən elektrik cərəyanı keçərkən onun üzvü mayenin qanın parçalanmasına, daha sonra daxili orqanların parçalanmasına səbəb olur. Buna deyirlər elektrolitik təsir. Bir də bioloji təsir isə elektrik cərəyanı insan bədənindən keçərkən insanda bioloji pozğunluq yaradır. Yəni insan əzələləri qıc olub qalır, insan ətraf mühitə reaksiya verə bilmir. Görmüsünüz, bilmirəm, şahidi olmuşsunuz yoxsa yox. İnsan elektrik cərəyanına məruz qalanda kənardan ona nə qədər sözlər də desələr, əlini oradan çək, o səni öldürəcək, cərəyandan azaddır, o adama baxır, amma heç bir hərəkət edə bilmir. Bu elektrik cərəyanı insana göstərdiyi bioloji təsirlərdir. Bu təsirlər nəticəsində aşağıda şəkildə görürsünüz. Bu təsirlər nəticəsində insan elektrik cərəyanından müxtəlif xəsarətlər alır. Həmin xəsarətlərdən bir-ikisi haqqında məlumat verir. Bunlardan ən çox yayılanı elektrik yanıqlarıdır. Elektrik yanıqları insan bədəninin elektrik cərəyanı nəticəsində yanmasıdır. Elektrik yanıqlarının özündə 2 növə bölürlər. Cərəyan yanığı, kontakt yanığı, qövs yanığı. Cərəyan yanığı odur ki, insan elektrik cərəyana toxunur, yəni kontakt yaranır insanla naqil arasında və insan bədənindən cərəyan keçib insan bədəninin həmin hissəsini yandırır. Qövs yanığı isə insan elektrik cərəyana toxunmadan kənarda dayanır. Məsələn, baxın, burada ikinci şəkildə müşbə ilə göstərirəm. İkinci şəkildə görürsünüz, adam faza və neytrala, müsbət və mənfi qütblərə toxunmadan kənarda dayansa belə, o qütblər arasında yaranan qövs, rus dilində duqa deyirlər, ingilis dilində ark deyirlər, həmin qövsün nəticəsində insan bədəninin yanması baş verir. Birinci yanıq cərəyan yanığıdır, yəni cərəyan keçir bədəndən, ikincisi isə qövs yanığıdır. Yəni insan cərəyana toxunmadan qövsün temperaturu 3500 dərəcədən yuxarı olduğuna görə insan bədənini yandırır. Elektrik cərəyan nəticəsində yanıqlar artıq insan bədəni yanandan sonra 4 dərəcəyə bölürlər. Birinci dərəcəli yanıqlarda qızartılar, ikinci dərəcəli yanıqlarda içərisi maye ilə dolu suluqlar, 3 və 4-cü dərəcəli yanıqlarda dəri örtüyü, əzələ qatı, sümüklər daxil olmaqla insan bədəninin yanması baş verir. Bu xəsarətlərə məruz qalmamaq üçün nə etmək lazımdır? Mühafizə vasitələrindən istifadə olunmalıdır. Mühafizə vasitələri də bizim əlavə mövzumuzdur. O barədə də məlumat verəcəm. Növbəti ağır xəsarətlərdən biri dərinin elektrometallaşmasıdır. Birinci şəkilə fikir versəz, adam hər hansısa bir elektrik işi görür və bu zaman ehtimal edir ki, riskləri qiymətləndirir. Bilir ki, burada belə bir qısa qapanma halı baş verə bilər, hər hansısa bir xəsarət alma baş verə bilər deyə bütün mühafizə vasitələrindən istifadə edir. Amma ikinci şəkildəki adam yalnız mühafizə eynəyindən istifadə edib, gözlərinə bir şey olmasa da, həmin orada yaranan elektrometallaşma nə deməkdir? Yəni, elektrik cərəyanı nəticəsində metalın sıçraması. Elektrik cərəyanı nəticəsində metal düşür qısa qapanmaya
və o qısa qapanma nəticəsində metal əriyir, sıçrayır. Metalın hissəcikləri sıçrayır və o da insan yüksək temperaturlu olduğuna görə insan bədənini yandırır. İkinci şəkildə gördüyünüz kimi metalın qırıntıları onun üst səthinə oturub, saçlarını yandırıb, qulaqlarını yandırıb, yəni ağır belə bir xəsarətlər yetirib. Yenə də şəkildən də açıq-aydın görürsünüz ki, nədir məsələ? Məsələ odur ki, insan gərginliyi ilə işlədiyi zaman mütləq şəkildə mühafizə vasitələrindən istifadə olunmalıdır. Necə istifadə olunmalıdır? Hansı halda hansından istifadə olunmalıdır? Dediyimiz kimi mühafizə vasitələri bölməsində nəzərinizə çatdıracaq. Növbəti elektrik cərəyanı nəticəsində xəsarət almalardan biri adı elektrooftalmiyadır. Elektrooftalmiya nədir? El arasında deyirlər, gözümə svarka düşüb. Belə bir termindən istifadə edirlər. Bu nə deməkdir? Qaynaq zamanı, yəni svarka zamanı yüksək temperatur yaranır orada. Yüksək temperaturdan ultrabənövşəyi şüalar əmələ gəlir. Həmin ultrabənövşəyi şüalar insan gözünə mənfi təsir edir. İnsan gözünə ultrabənövşəyi şüalar düşdüyü zaman insan gözünün artıq qan dolmağa başlayır. Deyirlər, gözünə qan dolub. Daha sonra gözdən irinli maye axmağa başlayır. Bir müddətdən sonra gözlər qıyılır. Son nəticədə isə gözün kör olmasına gətirib çıxarır. Belə bir xəsarəti almaması üçün əsasən buna kimlər məruz qalır? Qaynaqçılar. Qaynaqçılar bu təsirə məruz qalmamaq üçün aşağıda gördüyünüz birinci şəkildəki xüsusi dəbilqələrdən istifadə olunmalıdır. Bu dəbilqələrin görünmə yerləri ultrabənövşəyi şüaları buraxmayan plyonkalarla örtülür. Yəni oradan qaynaq zamanı hər hansı bir şüa insan gözünə düşməsin. Bəzən satan mühəndislər deyir ki, ay müəllim, bu çox ağır olur, bunu qaynaqçılar başında gəzdirə bilmirlər. Əllərini tuturlar gözlərinin qabağına, qaynaq zamanı gözlərini yumurlar. Bunlar sanki elektrooftalmiyadan xilas olmağa çalışırlar, amma buna icazə verilmir. Müasir dövrümüzdə artıq bu kaskalar üzərində xüsusi detektorlar var. Qaynaq normalda ağ şüşədir. Qaynaq başlayan kimi bu detektorlara şüa düşür. Şüanın düşməyi ilə bu da akkumulyatorla işləyir. Bu avtomatik olaraq üzəri plyonka ilə örtülür və siz rahatlıqla qaynaq işini görürsünüz. Qaynağı dayandıran kimi avtomatik olaraq şüa kəsilir və bu ağ şüşə olur. Siz rahatlıqla ətrafı görə bilirsiniz. Bu qaynaqçılar üçün də bu isə həmin qaynaq aparılan yerdə gəzən adamlar üçün ola bilər, sətan mühəndisi ola bilər, iş icraçısı ola bilər. Yəni onlar da bu formada yox, eynək formasında olandan istifadə edirlər ki, gözlərinə elektrooftalmiya baş verməsin. Elektrooftalmiya özü mənfidir, onsuz da xəsarət almadır. Digər mənfi xüsusiyyəti ondan ibarətdir ki, elektrooftalmiya 2-6 saat sonra insana təsir edir. Adam iş yerində qaynaq eləyir, qaynağa açıq gözlə baxır, gözlərində heç bir hadisə baş vermir. Gedir evə, gecəni səhərə qədər yata bilmir. Görür ki, gözlərində qızarma, sulanma, baş ağrıları, sanki gözə qum tökülür, gözə tikan batır, belə formalarda hiss eləyir. Aydın olur ki, mən qaynağa baxmışam deyə artıq təsirini indi yaşayıram. Ona görə də mütləq şəkildə elektrooftalmiya hadisəsi baş verməsin deyə mütləq şəkildə mühafizə vasitələrindən istifadə olunmalıdır. Xəsarət almalar haqqında bu qədər. Xəsarət almadan sonra gəlir, bütün xəsarət almalarda qaydalar deyir ki, bütün növ xəsarət almalarda, yəni elektrik cərəyanı ilə xəsarət almalarda həkimə müraciət olunmalıdır. Səbəbini araşdırıb baxırlar ki, nəyə görə yazılıb ki, mütləq şəkildə həkimə müraciət olunmalıdır. Məsələn, mənim əlim yandı, bunu demədim. Məsələn, müəssisələrdə belə bir hadisə baş verir. Adamın əli yanır, elektrik cərəyanı nəticəsində. Gətir diş pastası sürtürlər, nə bilim, kartof qoyurlar adamın əlinin üstünə, yanmış yerə. Onlara icazə verilmir. Mütləq şəkildə həkimə müraciət olunmalıdır. Həkim təyin etməlidir ki, ona hansı maz, krem sürtülməlidir. Və nəyə görə deyir ki, mütləq şəkildə həkimə müraciət olunmalıdır? Elektrik cərəyanı insan bədənindən keçərkən, insan ürəyindən keçən elektrik cərəyanı insan ürəyinin fibrilyasiyasını yaradır. Fibrilyasiya nədir? Ürəyin ritminin dəyişməsi. Yəni, ürək döyünür, amma ritmi dəyişmiş formada döyünür. Bizi Allah-Taala yaradanda ürəyimizə bir ritm verir ki, o ritmdən döyünəndə orqanlara qan normal sovrulur, qan gedir, orqanlardan normal qan sovrulur. Ürəyin prinsipi budur, işləmə prinsipi budur. Amma ürək artıq fibrilyasiya olanda, ritmi dəyişəndə, normal ritmdən döyülməyəndə bu proses baş vermir və başlayır insanın ölümünə gətirib çıxarmağa. Hadisə bir neçə
statistikada bu hadisələr qeydə alınır. Adam gərginlik altına düşür, gərginlikdən azad eləyirlər, göndərirlər evə, səhər həmin adam işə qayıdıb gəlir. Baxıb görürlər ki, adam gecə yatıb, səhər ayılmır, dünyasını dəyişir. Həkim gəlir, araşdırma aparır, deyir ki, bu 5-6 saat, nə bilim, 12 saat bundan qabaq ürəyində mikroçatlar yaranır. Mikroinfarkt getirdi, ürəyin ritmi dəyişir, ürəyin fibrilyasiyası baş verir bu insanda. İnsan ona görə də mütləq şəkildə həkimə müraciət olunmalıdır. Mən deməyəcəm haralarda, amma çox yerdə şahidi olmuşam ki, bir neçə dəfə şəxsən özüm şahidi olmuşam ki, adam düşüb gərginlik altına, soruşublar, hər şey qaydasındadır, narahatçılığın yoxdur, yanmış yerinə də bir əlinə, dabanına da bir diş pasası sürtüb göndəriblər evə. Düz indi eləsi var sağ qalıb, eləsi var dünyasını dəyişib. Nəyə görə həkimə müraciət eləmirlər? Çünki deyir ki, nə bilim, polis gələcək, prokuratura gələcək, onun üçün iş açılmalıdır falan, amma bu da insanın ölümü ilə nəticələnir. Əgər səthən mühəndisi hər şey qaydasındadırsa, təlimata düzgün imza çəkdiribsə, təlimatı keçibsə, onlara iş barəsində, təhlükələr barəsində məlumat veribsə, nəyə görə səthən mühəndisi qorxmalıdır ki, gəlib birdən mənə nəsə eləyərlər? Yəni, əgər sizdə hər şey qaydasındadırsa və adam öz bilməzlikdən gedib gərginlik altına düşübsə, xəsarət alıbsa, ona görə də mütləq şəkildə həmin adamı həkimə müraciət etmək lazımdır, həkimə göstərmək lazımdır ki, ən azından ürəyin kardioqramması çıxarılsın. Elektrik cərəyanı insana təsir eləyir və bu təsirləri araşdırmaq istəyirlər ki, görə elektrik cərəyanı insana hansı hədlərdə təsir eləyir. Burada cərəyan haqqında danışılır, gərginlik haqqında deyil. Cərəyan, dəyişən cərəyan var, sabit cərəyan var. Dəyişən cərəyan, hər ikisi milli amperlə göstərilir. İnsanlar üzərində, könüllü insanlar üzərində qaydalara uyğun olaraq bir araşdırma aparıblar. Test yoxlama aparıblar ki, görə elektrik cərəyanı insana necə təsir edir, hansı hədlərdə necə təsir edir. Dəyişən cərəyan 1.5, sabit cərəyan 5 milli amperi insan əllərinə toxundururlar. Əllərdə, cərəyan daşıdıcı hissə ilə əlaqədə olan yerlərdə göynəmə və qızma hissi olunur. Belə cərəyan şiddətinə deyirlər istisna. Elektriklər öz aralarında buna deyirlər qıdıqlayır. Yəni, insan hiss edir ki, insan bədəndən elektrik cərəyanı keçir. Cərəyanı artırırlar. Dəyişən 10, sabit 50 milliamperdə. Adamın barmaqları və əllərində güclü ağrılar əmələ gəlir, qollar qıc olmağa başlayır. Hələ ki, adam özü cərəyandan ayrıla bilər. Onca buna deyirlər buraxma cərəyanı. Ondan 100-ə, 50-dən 100-ə isə çox güclü ağrılara səbəb olur, əllər iflic olur, nəfəs iflic olmağa başlayır, öz-özünə ayrılmaq daha mümkün olur. Yəni, görürsünüz, cərəyanın nə qədər kiçik bir hədlərində insana elektrik cərəyanı necə təsir edir. Ona görə də mütləq şəkildə yadınızda saxlayın, yoldaşlarınıza, nə bilim, ailə üzvlərinizə, iş yoldaşlarınıza həmişə bildirin ki, elektrik cərəyanı ilə zarafat olmaz. Çünki bizdə belə bir şey yaranır ki, evin kişisi evin elektrik monitörü olur. Evin nə problem yarandı elektrik cərəyanı, sanki o həll eləməlidir. Belə deyil. Elektrik cərəyanının özünün mütəxəssisləri var. Onlara müraciət olunmalıdır. Mən çox yerlərdə, burada real şəxsən özümün çəkdiyim şəkillər var ki, orada görəcəksiniz ki, yəni mən görəndə təəccüb keçirdim ki, bunu hansı monitör yığıb, bunu hansı insan eləyib. Yəni bu şəkildə olmaz. Onun elektrik cərəyanının ən kiçik hədləri belə təhlükəlidir. Bu cərəyanın hədləridir. Sual verərsiniz ki, ay müəllim, bəs gərginliyin hansı hədləri təhlükəlidir? Elə bir cədvəl yoxdur. Təhlükəsiz gərginlik termini yoxdur. Bəziləri elə bil ki, 42 volt, 12 volt, 24 volt təhlükəsizdir. Xeyr, onlar endirilmiş gərginlikdir, endirilmiş. Təhlükəsiz gərginlik termini yoxdur. 5 voltdan uşaq dünyasını dəyişib, 12 voltdan qadın dünyasını dəyişib. Ona görə də təhlükəsiz gərginlik termini yoxdur. İnsan bədəninin elektrik müqaviməti. Biz bu cədvəldə göstərdik ki, cərəyanın bu qədər kiçik hədləri insana necə ağır təsirlər göstərir. Dinləyicilər, mən bir neçə yerdə dediyim kimi təlimlər keçirəm deyə, bu vaxta qədər bəlkə də Azərbaycanın yarısına təlimlər keçmişəm. Səthən mühəndisləri olur təlimdə. Deyir, ay müəllim, siz burada cədvəldə göstərirsiniz. Mənim dayım, nə bilim, naqilləri dişi ilə bağlayır. Nə bilim, bizdə bir tok əli deyilən adam var idi, o Xəzər xəbərdə falan göstərmişdilər. O 220 voltu əllərindən, bədənindən keçir. Bəs onun cərəyanı niyə təsirlənir? Deyirəm, əziz qardaş, səthən mühəndisi ümumiyyətlə belə şey danışmamalıdır. Və ikincisi də ki,
o insan necə eləyir, o normal bir şey də deyil. Mən həmişə demişəm, onu deyirəm ki, deyəsən dünyasını dəyişib həmin o adam. Çıxırdı transformatorun üstünə, naqilləri bir-birinə vururdu, part. Yəni, aləm qarışırdı bir-birinə, göstərir ki, bu belə bir fokus eləyir, transformatorun üstündə oyun çıxardır, amma buna cərəyan təsir eləmir, onu televizorda göstərirdilər. Axı, bunun insanlara nə xeyri var? Şimdi bax, bizim uşaqlar olsun, ya böyüklər olsun, baxırlar televiziyaya, görürlər bir adam çıxıb transformatorun üstünə, vurur, transformator partlayır, amma buna bir şey olmur. Yəni, bunun insanlar üçün faydası nədir? Sabahlar uşaq da deyəcək, mən də çıxım, hələ görün, məndə də bu hadisə baş verir, yoxsa yox. Ona görə də belə bir anti-reklam deyir, özü reklamdır. İndi biz o adamı reklam eləmiş olduq burada. Yəni, o düzgün deyil. Yəni, məntiqlə insan qərarlaşmalıdır ki, belə şeylərin mənası yoxdur. Bu, fokus göstərmir. Bunun elədiyinin dünyaya, nə bilim, insanlığa heç bir xeyri yoxdur. Ekologiyaya olsun, nə bilim, energetikaya olsun, bunun elədiyinin heç bir xeyri yoxdur. Ziyanı var. Ona görə də və həmin o yoldaşın dediyi sualın cavabı budur ki, insan bədəninin elektrik müqaviməti. Hər birimizin elektrik cərəyanına qarşı göstərdiyi bir müqavimət var. Buna deyirlər insan bədəninin elektrik müqaviməti. Elektrik müqaviməti ohmla ölçülür. Alimin adıdır ohm. İnsan bədəninin müqaviməti necə bizim barmaq izlərimiz bir-birindən fərqlidir, bədənimizin müqaviməti də bir-birindən fərqlidir. Hər birimizin bədənimizin müxtəlif elektrik cərəyanına qarşı göstərdiyi müqavimət var. Hesablamalarda 1000 ohm götürülür. 1000 ohm insan bədəninin müqaviməti götürülür. Amma realda belə deyil. Real şəraitdə xanımların və uşaqların bədəninin müqaviməti çox kiçik olur. Amma kişilərin bədəninin müqaviməti statistikada görülür ki, yüksək olur. Yüksək olur, az olur, nə qədər olur təxminən? Hesablayıb görürlər ki, insan bədəninin müqaviməti 3000 ohm və 20.000 ohm. Bəzi ədəbiyyatlar deyirsə, 5.000 ohmla 50.000 ohm arasında insan bədəninin müqaviməti fərqlənir. Təsəvvür edirsiniz, birinin bədəninin müqaviməti 5.000 ohmdur, ona 50 volt rahatlıqla təsir edir. Birinin bədəninin müqaviməti 50.000 ohmdur, ona 100 volt təsir edir, nə bilim, 150 volt təsir edir. Ona görə də bunlar asılıdır insan bədəninin elektrik müqavimətinə. Hər birimizin bədənimizin müqaviməti fərqli olduğuna görə hər birimizə müxtəlif cür təsir edir bunlar, elektrik cərəyanı. Şəkilə baxsaq, burada şəkildə göstərir ki, ölümcül deyil, ölümcül ola bilər. Ölümcül deyil, o deməkdir ki, yəni elektrik cərəyanı insanın sağ əlindən daxil olub, sağ ayağından çıxır. Ehtimal var ki, ölümcül olmasın, insan dünyasını dəyişməsin. Amma sağ əlindən daxil olub, sol ayağından cərəyan keçirsə, cərəyan hardan keçir? Ürəkdən. Ürəkdən keçən cərəyan insanın ölümü ilə nəticələnir. Burada aşağıda sarı qrafanın içərisində görürsünüz. Bunlar insanın gərginliyi altına düşməsi yollarıdır. İnsan bir nöqtə ilə gərginliyə düşə bilmir. Ümumiyyətlə, elektrik cərəyanının hərəkət etməsi üçün 2 nöqtə lazımdır. Mənfi, müsbət, faza, neytral, faza, torpaq. Bu formada olmalıdır. İnsan bir nöqtə ilə, əli ilə toxunmaqla, ayağı ilə toxunmaq, bir nöqtə ilə cərəyanın hərəkət etməsinin hərəkət etmir. Ona görə də mütləq şəkildə, yəni 2 nöqtə ilə toxunanda insan bədənindən cərəyan keçir. Ona görə də biz qaydalarımızda deyir ki, ayaqlarında elektrik botular olmalıdır, əllərində elektrik əlcəklər olmalıdır ki, insan gərginliyi altına düşməsin. Gərginliyi altına düşən adamlar arasında araşdırma aparıb görürlər ki, bəziləri sağ qalır, bəziləri ölümlə nəticələnir. Bunun cavabı nədir? Bunun cavabı burada qara hərflərlə qeyd olunur. Elektrik cərəyanından ölümün əsas səbəbləri, əsas amillər nələrdir? Cərəyanın insan bədənindən keçdiyi yol. Baxıb görürlər ki, sağ tərəfdən keçən cərəyan altına düşmüş adamlar da sağ qalıblar. Sol tərəfindən cərəyan keçən adamlar ölüblər. Bu da nə ilə əlaqədardır? Ürəyimiz sola meyilli olduğuna görə ürəkdən keçən cərəyan insanın ölümü ilə nəticələnir. Keçən cərəyanın qiyməti 1 milliamper keçə bilər, 100 milliamper keçə bilər. Cərəyanın növü sabitdir, yoxsa dəyişəndir. Tezliyi, dəyişən cərəyanın müxtəlif tezlikləri var. Onun təsir etmə müddəti. Yəni 3 saniyə, 5 saniyə, 50 saniyə nə qədər çox təsir edirsə, o qədər çox xəsarət alır insan. Ətraf mühit, havanın rütubətli olması, temperaturun olması, cərəyan keçən tozun olması və sair faktorlar. Burada yoldaşlara sual vermək istəyirdim ki, otağın temperaturunun insanın xəsarət almasında nə kimi önəmi var?
otaq isti olanda insan elektrik cərəyanından daha çox xəsarət alır, yoxsa otaq soyuq olanda insan elektrik cərəyanından çox xəsarət alır? Soyuq olanda məncə, çünki rütubət daha çox olur. Rütubət aydın, düz deyirsiniz, amma temperaturu deyirik. Otağın temperaturu çox olanda çox təsir edir, yoxsa az olanda? İsti olanı tərləmək olur. Əhsən, tamamilə doğru. İnsan isti otaqda işlədiyi zaman, isti otaq onsuz da insanı başlayıb tərlətməyə, üzr istəyirəm, tərləmə duzlu sudur. İnsan bədəndə olan duzlu suda rahat elektrik cərəyanı keçiricisidir və buna görə də insan bədəni tərləyən zaman elektrik cərəyanı toxunanda adi, normal bədəndən 100 dəfə artıq cərəyana məruz qalır. Ona görə də həmin isti otaqlarda müəyyən nələrəsə fikir vermək lazımdır. Bu barədə də mövzumuz da var. O barədə məlumat verəcəm. Aşağıda Ohm qanunu göstərir ki, insan bədəninə təsir edən bu amperdir, yəni cərəyandır, bu gərginlikdir. Sual verirlər ki, o sual var idi, toyuq birinci yaranıb, yoxsa yumurta? Bizdə də energetiklər arasında belə bir sual var ki, insanı öldürən cərəyandır, yoxsa gərginlik? Biri cərəyan deyir, biri gərginlik deyir. Doğru cavab isə hər ikisinin bir yerdə işidir insanı öldürən. Nəyə görə? Cərəyan çox ola bilər, amma bu cərəyanı insan bədənindən keçirməyə çalışan gərginlik o qədər az olar ki, bu cərəyanı keçirə bilməz. Və yaxud da cərəyan, gərginlik çox ola bilər, böyük bir gərginlik ola bilər, amma onu keçirə biləcəyi cərəyan, yəni cərəyan orada o qədər az olar ki, insan heç onu hiss eləməz. Misal üçün, maşın akkumulatoru. Maşın akkumulatorunda gərginlik 12 voltdur, amma cərəyan 70 amper, 80 amper cərəyan var orada. Cərəyan çoxdur, insanı öldürə bilən cərəyan var, amma gərginlik 12 volt olduğuna görə 12 volt insan bədənindən 80 amperi keçirdə bilmir. İndi əksinə fikirləşək, gərginlik çox, cərəyan az. Hardadır bu? İstifadə elədiyimiz alışqanlar var. Zajqalkaların içərisində xüsusi qığılcım verən elementlər var. Piyozə element olan. Onları Allah Taala elə yaradıb ki, üzərinə zərbə vuranda özündən yüksək gərginlik verir. O zajqalkadan ölən adam görmürsünüz? Yox. Çünki gərginliyi yüksəkdir, 20 kilovolt, yəni 20.000 volt gərginliyi verir. Amma cərəyanı o qədər azdır ki, o insan bədənindən cərəyan keçsə belə insanın ölümü ilə nəticələnmir. Onun üçün doğru cavab gərginlik və cərəyanın ikisinin bir yerdə təhlükəli hədləri insanın ölümü ilə nəticələnir. İnsan bədəninin müqaviməti bütün bədəndə eyni deyil. Müqavimətin az olan yerləri var. Ovucun arxa hissəsi, gicgah nahiyəsi, ürəyin döyünmə nöqtələrinin təyin olunduğu yerlər, sonra bədənin sümüyə yaxın olan yerləri, həmin yerlərdə insan bədəninin müqaviməti digər bədən hissələrinə nisbətən daha azdır. Həmin yerlərlə cərəyana toxunmaq olmaz. Bir də təkrar edirəm. Ovucun arxa hissəsi, insan bədəninin sümüyə yaxın olan yerləri, gicgah nahiyəsi, daha sonra ürəyin döyünmə nöqtələrinin təyin olunduğu yerlər, bu yerlərdə insan bədəninin müqaviməti dəfələrcə azdır. Həmin yerlərlə elektrik cərəyanına ümumiyyətlə toxunmalıdır. Elektrik cərəyanı ilə zədələnmənin əsas səbəbləri. Nəyə görə müəssisələrdə çatan mühəndisləri üçün ən vacib olan hissə bunlardır? Elektrik cərəyanı ilə zədələnmənin əsas səbəbləri. Nəyə görə müəssisədə insanlar elektrik cərəyanına xəsarət almalıdır? Axı bu çatan mühəndisi onlara vaxtında təlimat keçirir, onlara elektrik təhlükəsi barəsində məlumat verir və nəyə görə insanlar gərginliyi altına düşürlər? Bunun müxtəlif səbəbləri var. Bir neçə səbəbi var bunun. Səbəblərini ekranda görürsünüz. Bu səbəblər nəticəsində insanlar gərginliyi altına düşür, gərginlikdən xəsarət alır. Birinci, qaydaların pozulmasıdır. Hansı qaydaların pozulması? Bax, əvvəldə slaydımızda gördünüz, 3 qayda var, ən vacib olan. O 3 qaydanın pozulması insanın xəsarət almasının nəticələnir. İkinci hal, izolyasiyanın pozulması nəticəsində xəsarət almaq. Üçüncü hal, addım gərginliyi və tutma gərginliyi altına düşməkdir. Bunlar barəsində də bir-bir məlumat verək. Birinci gəlir qaydaların pozulması. Biz həmin qaydalardan hamısını gəlib burada sizə bir-bir bəndləri ilə oxumağa vaxtımız yetməz. Ona görə də həmin qaydalardan rast gələ biləcəyiniz, çatan mühəndisləri üçün vacib olanları nəzərinizə çatdırır. Qaydalar, burada olan istinad elədiyim cədvəllər, mövzular hamısı qaydaların nömrələri ilə yazılır. Çünki bəzən olur ki, təlim zamanı soruşurlar ki, müəllim, o dediyiniz harda yazılıb? Deyirəm, valla, mənim əzbər yadımda qalmır. Ona görə elə slaydlara əlavə eləmişəm ki,
orada slaydlarda nömrələri ilə, bəndin nömrələri ilə orada qeyd olunsun. Baxın, belə bir cədvəl var. Cədvəldə deyir ki, hava xəttlərinə hansı məsafədə yaxınlaşmaq olar gərginlik altında. Elə işlər var ki, onlar gərginlik altında görür. Misal üçün, Mingəçevirdən Bakıya 330 kilovoltluq hava xətti gəlir. İndi mən bu 330 kilovoltluq, yəni 330 min voltluq hava xəttinə hansı məsafədə dayanıb işləyə bilərəm gərginlik altında? 2,5 metr, 3,5 metr. 2,5 metr odur ki, mən özümü idarə edirəm, hava xəttinin dirəyinə çıxmışam və yaxud da yerdə dayanmışamsa 2,5 metrdir. 3,5 metr isə məni ora hər hansısa bir maşın gətirib, mexanizm gətirib, səbət maşınlar falan Azərenerjinin görmüsünüz. Həmin o maşınların üzərində olan adamı artıq kimsə idarə elədiyinə görə yaxınlaşdıra bilər və adam gərginlik altına düşür. Ona görə də 330 kilovoltda 1 metr əlavə ediblər, 220 kilovoltda yarım metr əlavə ediblər üzərinə. Bu məsafələrdə dayanıb işləmək olar. Bu məsafələrdən aşağı, yəni az məsafə qoymağa icazə verilmir. Sual verə bilərsiniz, səthə mühəndisi işləyirsiniz. Sual verə bilərsiniz ki, ay müəllim, nə vacibdir? 330 kilovoltluq gərginlikdə hava xəttində, gərginliyi altında işləsinlər. Olmazmı ki, gərginliyi söndürsünlər? Adamlar təhlükəsiz, rahat gedib orada işlərini görsünlər. Bəli, ola bilər belə bir halda qaydalardan bəndlərin nömrəsini götürmüşəm. Təhlükəsizlik baxımından elektrik qurğularında görülən işlər aşağıdakı növlərə bölünür. Gərginliyin çıxarılması ilə siz deyən, gərginlik altında mən deyən, gərginlik altında olan cərəyan daşıyan hissələrdən uzaqda, amma gərginlik çıxarılmadan. Görürsünüz, yəni gərginlik altında görülən işlər var. 5.2.2 bəndində qeyd olunur ki, elə işlər var ki, onlar gərginlik altında görülür. Misal üçün deyək, xəstəxanalardır, nə bilim, onlarda elə yerlər var ki, gərginliyi söndürmək olmaz. Yəni, reanimasiya otağında əməliyyat gedir. Orada gərginliyi ayırmaq olmaz, amma işdə görülməlidir. Onun üçün gərginlik altında qaydalara uyğun, qaydalarımızda da geniş şəkildə yazılıb ki, gərginlik altında iş görərkən nələrdən istifadə olunmalıdır, hansı mühafizə vasitələrindən istifadə olunmalıdır, hansı texniki tədbirlər, hansı təşkilati tədbirlər görülməlidir. Onlar qaydalarımızda geniş şəkildə qeyd olunur. Ona görə də narahat olmayın, gərginlik altında görülən işlər də var və işçilərinizə ən əsas odur ki, o gərginlik altında görülən işlərdə nələrdən istifadə olunmalıdır, onları qaydalardan düzgün, doğru şəkildə tapıb bildirəsiniz. Salam Zülfü bəy, hər vaxtınız xeyir olsun. Aleykümselam. Röpkən edisindən danışan. Deməli, ümumiyyətcə belə deyim də, yüksək gərginlikli hava xəttində iş aparılan zaman iki tərəfli izolyasiya olmalıdır, torpaqlanma. Həm giriş, həm çıxış tərəfdən. Mən belə bilirəm, yəni. Bir də gərginlik altında, yox, gərginlik altında torpaqlamağa icazə verilmir. Yox, gərginlik altında demirəm. Gərginlik altında demirəm. Ümumiyyətcə hava xəttində işləyən zaman gərginliklə bəli. İki tərəfli olmalıdır. Həm giriş tərəfdən, həm çıxış tərəfdən. Yəni bir də mən oxuduğuma görə, yəni belə deyim də, həm də ki mən yüksək gərginlikdə işləmişəm, yəni belə deyək, 10.000 kilovatda işləmişəm. Orada belə deyək də 6000-ə kimi insan 60 sm məsafə saxlamalıdır. Mən bilirəm, belə bilirəm. Texnika 2 metrdir. Yəni izolyasiya olmalıdır. 60 sm-dan sonra izolyasiya olur bəzilərində, transformatorlarda, 6000-liklərdə. Texnika isə 2 metrdir. Yox, qaydalarda baxın, siz deyən 60 sm var. 1.35 kilovolta baxın. 60 sm-dır, amma 1 metrdir. Siz deyən maşın və mexanizmlərdə 1 metrdir, 2 metr deyil. Yəni mən köhnə qaydalarda, yəni mən belə deyim də, mən Rus standartda oxuduğumu deyirəm sizə, yəni orada 2 metrdir. Aydın. Tamamilə düz deyirsiniz, amma yəni bizim 2025-ci ildə qüvvəyə minmiş qaydalarımızda artıq məsafəli 60 sm dediyiniz qalıb, amma 2 metri dəyişib artıq 1 metr edir. Azaldıqlar da yaxşıdır. Yəni əslində biz riskləri qiymətləndirmək üçün 3 metr eləməliyik, bunlar 1 metr eləyirlər. Bunlar belə hesab edirlər. Başqa sualınız var idi? Davam edirik Zülfü bəy. Davam edirik mövzumuza. Dediyim kimi cədvəl haqqında bu qədər. Daha sonra qaydalarda geniş şəkildə yazılıb, kabellər necə çəkilməlidir, necə aparılmalıdır, avtomatlar necə yerləşdirilməlidir, uzadıcılardan necə istifadə olunmalıdır. Hamısı qaydalarda geniş şəkildə öz əksini tapır. Bir uzadıcıdan onun gücündən artıq istifadə eləmək olmaz. Naqillər aşağıda
şəkildə gördüyünüz şəkildə istifadə eləmək olmaz. Qaydalarda görün nə qədər incəliklərə fikir verir. Deyir ki, kabellərin 3 fazalı sistemlərdə kabellərin rənglənməsi belə olmalıdır. Sarı, yaşıl, qırmızı. Siz onların yerlərini dəyişə bilməzsiniz. Yekə böyük şitlər görürsünüz. Elektrik şitlərin üstündə 3 dənə lampa yanır. Sarı, yaşıl, qırmızı. Onlar götürürlər, monitörə olan yerlərini dəyişirlər. Olmaz, icazə verilmir. Sarı, yaşıl, qırmızı olmalıdır. Nəyə görə? Çünki bütün dünya, yəni Azərbaycanda olan bütün monitörlər bilir ki, A fazası budur, B fazası budur, C fazası budur. O gəlir işıqlara baxmaqla təyin edir ki, burada B fazası yoxdur və stansiyaya məlumat verir ki, sarı lampa yanmır, yəni A fazası yoxdur. Amma monitör onun yerlərini dəyişsə, artıq yarım stansiya ilə monitör arasında anlaşılmazlıq olacaq. Çoxlu şəkildə kabellər çəkilirsə, kabellərin üzərlərində 1K olmalıdır. 1K-da qeyd olunmalıdır ki, bu kabel hara gedir, bu hamam otağına gedir, bu mətbəxə gedir, bu nə bilim sexə gedir. Hamısı bunlar qaydalarda geniş şəkildə yazılır. Yəni bizim vaxtımız yoxdur ki, onların hamısını bir-bir bəndləri ilə göstərək sizlərə. Çalışın ki, öz müəssisənizdə bu qaydalara riayət eləyəsiniz. Düzdür, bu kabellərin çəkilməsidir, naqillərin istifadə olunmasıdır. Buna hər bir müəssisənin elektrik təsərrüfatına cavabdeh şəxsi olmalıdır. Elektrik təsərrüfatına cavabdeh şəxs. Həmin cavabdeh şəxs bunları eləməlidir. Amma bunları sizə səthən mühəndislərə nəyə görə izah edir? Ona görə izah edir ki, siz həmin o cavabdeh şəxsin yaxasından yapışıb deyə bilərsiniz ki, ay qardaş, bizdə qaydalarda belə deyirsən, bu naqilləri niyə belə çəkmirsən, niyə işarə eləməmsən, niyə kabelləri diametrinə uyğun avtomatlara yerləşdirməmsən? Bura baxırsınız, birinci fazaya bir kabel daxil ediblər, sonra əlavədən gətirib yeni üçüncü bir kabeli də ora daxil ediblər. Yəni artıq kabel yerləşmir ora, məcbur bir tər daxil ediblər. Olmaz. Burada pərakəndə şəkildə çəkilib 100 ilin monitörü ola gəlib burada tapa bilməz ki, faza hansıdır, neytral hansıdır, hansı xətt hara gedir. Yəni bu şəkildə icazə verilmir. Yanğınlarımızın 90% elə uzadıcılardan doğru düzgün istifadə olunmaması üzündən baş verir. Bir uzadıcıya 5 dənə də əlavə uzadıcı bağlayırlar. Bir uzadıcının gözlərinin yuvalarını artırırlar, ondan istifadə edirlər. Adətən mən görmüşəm şəhərdə skuterləri zarətliyə qoyurlar akkumulyatorlarını. Bir dənə udenlitildir, 100 dənə az qala 50 dənə udenlitil keçiriblər üzərinə, tranik keçiriblər üzərinə ki, skuterləri zarətliyə qoysunlar. Olmaz, bu şəkildə istifadə eləməyə icazə verilmir. İzolyasiyası pozulmuş naqillərdən istifadə eləmək olmaz. Naqilləri qapı pəncərə arasından keçirməyə icazə verilmir. Əgər elektrik əl aləti hansıdır? Drill, lagonda, lobzik, bunlar. Bunlardan istifadə edirsinizsə, ayağınızın altında mütləq şəkildə davamlı olan, yəni dayanıqlı olan nəyisə üzərində dayanıb işləmək olar. Nərdivanlar, pilləkənlər, bunlara icazə verilmir. Pilləkənin üzərində dayanıb lampa bağlamaq olar, amma əl elektrik alətinin istifadəsinə icazə verilmir. İstər o pilləkən taxtadan olsun, istər hündürlüyü 5 metr olsun, yarım metr olsun, fərq eləmir. Deyir ki, əl elektrik alətlərinin istifadəsində sökəmə nərdivanlara və pilləkənlərə icazə verilmir. Burada yuxarıda da yazılar, bunlar yəqin ki, sizə slaydları qrupda paylaşarıq. Oradan götürərsiniz bu slaydları. Baxın, həmin bu slaydda qeyd edən, bəzən soruşurlar ki, müəllim, Sovet dövründə rozetkalar, kulçatorlar 0,8 metr hündürlüyündə olurdu, rahat idi yandırıb söndürmə. İndi bəzi yerlərdə yerdən eləyirlər, bəzi yerlərdə yuxarı eləyirlər. Həmin qaydalardan götürmüşəm bəndlərin nömrələri ilə hansı otaqda nə qədər olmalıdır, uşaq bağçalarında rozetka nə qədər olmalıdır, nə bilim, inzibati, laboratoriya otaqlarında nə qədər olmalıdır. Burada hamısının bəndlərin nömrələri ilə məsafələri qeyd olunub, onu da götürüb yararlanarsınız inşallah. İkinci hal gəlir. İkinci halda deyirdi ki, izolyasiyanın pozulması nəticəsində adamın xəsarət alması. Yəni adam bilmir burada gərginlik var. Sən demə izolyasiyası pozulub. Misal üçün bu xanımın misal göstərir. Xanım hər gün gəlir bu lampanı təmizləyir. Mətbəx stolunun üzərində olan lampadır. Heç vaxt gərginlik altına düşmür. Amma günlərin birində bu soba o qədər istilik verir ki, lampanın izolyasiyası pozulur və lampanın üzərində olan alüminiumdan hazırlanmış işıq qaytarıcı düşür gərginlik altına. İzolyasiya pozulur, düşür gərginlik altına. İndi xanım onu təmizləyəndə ayaqlarında dielektrik vasitə olduğuna görə cərəyan ayaqlarının yeri ötürülmür. Əli ilə qaz sobasına toxunur. Qaz sobası da yerlə əlaqəli olduğuna görə başlayıb qaz sobası olur 0, yəni neytral.
lampa olur 220 volt. Bədənindən 220 volt gərginlik keçir. Bunun qarşısını almaq üçün mütləq şəkildə müəssisələrdə izolyasiya testi aparılmalıdır. İzolyasiya testi, elektrik avadanlıqlarının izolyasiya testi aparılmalıdır, protokol tərtib olunmalıdır. Baxmaq lazım ki, bunun izolyasiya müqaviməti nə qədərdir? İzolyasiya müqaviməti mega ohmlarla ölçülür. Mega ohmlarla. Adi müqavimət 10-dursa, izolyasiya müqaviməti mega ohm olmalıdır. Yəni nə qədər yüksək olmalıdır ki, orada hər hansı bir cərəyan sızıntısı yaranmasın. Həmin bu izolyasiya pozularkən insanlar gərginliyin altına düşməsinlər deyə xüsusi vasitələr var. Xüsusi avadanlıqlar var. Həmin avadanlıq haqqında da məlumat verəcəm ki, belə yerlərdə, yəni izolyasiya pozulsa, insan gərginliyin altına düşməsin deyə xüsusi vasitələr var, onlardan istifadə olunmalıdır. Addım gərginliyi nədir? Gərginliyindən asılı olmayaraq, hər hansısa bir naqil, tutaq ki, 220 voltluq naqildir. Qırılıb düşüb yerə, düşdüyü yerdə başlayır potensiallar fərqi yaratmağa. Adam burada iri addımlar atanda gərginliyi altına düşür. Addım gərginliyi deyirlər buna. Belə yerlərdə nə etmək lazımdır? Adam ayaqlarını bir-birinə birləşdirir. Burada şəkildə göstərildiyi kimi. Ayaqları yerdən ayırmamaqla və bir-birindən ayırmamaqla, ayaqları bir-birinə sürüşdürməklə həmin ərazidən uzaqlaşıb çıxmaq lazımdır. Həmin ərazi dediyimiz nə qədərdir? 10 metr. Qapalı ərazilərdə 5 metr, açıq ərazilərdə 10 metr. Köhnə qaydalarda 8 metr, 4 metr idi. Açıq ərazi 8 idi, qapalı 4. Təzə qaydalarda açıq ərazilər 10 metr, qapalı ərazilərdə 5 metr məsafədə ayaqları bu şəkildə yerlə sürüşdürməklə, bir-birinə sürüşdürməklə həmin ərazidən çıxmaq lazımdır. Burada iməkləmək, nə bilim, iri addımlar atmağa icazə verilmir. Qarşınıza hər hansı bir maneə çıxarsa, ayaqlarınızı bir-birinə birləşdirib, tullanaraq, hoppanaraq həmin ərazidən uzaqlaşmaq lazımdır. Təsəvvür edin ki, rayon yerlərində, kənd yerlərində, yəni bu şəkildə çoxlu statistikamızda hadisələr baş verir. Bu yaxınlarda yenə də xəbərlər verilişində gördüm ki, kənd yerlərinin birində, Salyanda naqil qırılıb düşüb yerə, kənd cəmaatının nə qədər heyvanları, mal heyvanı hamısı tələf olub. Onların mal heyvan, iri buynuzlu heyvanların ayaqları arasındakı məsafə çox olduğuna görə daha çox gərginlik keçir onların bədənindən. Ona görə də belə yerlərdə ayaqları aralamaq olmaz. Ayaqları bir-birinə birləşdirməklə, yerlə sürüşdürməklə həmin ərazidən uzaqlaşmaq lazımdır. Toxunma gərginliyi nədir? Toxunma gərginliyi adamın fazanın şəbəkənin iki müxtəlif nöqtəsinə toxunmasıdır. Yəni bizim evlərdə, hər yerdə, müəssisədə adam faza və neytrala toxunursa, faza ilə torpağa toxunursa, artıq bunun bədənindən cərəyan keçir. Buna deyirlər toxunma gərginliyi. Daha sonra ildırım vurması zamanı da insan gərginliyi altına düşə bilər. Birinci şəkildə görürsünüz, ildırım birbaşa insanın özünü vurur. İkinci şəkildə ildırım ötürücüyə yaxın dayandığına görə ildırım onun bədənindən keçir. Üçüncü şəkildə ildırım ötürücüdən yapışıb dayanıb, ildırım çaxan zaman ildırım onun bədənindən ötürülüb keçir. İldırım ötürücünün yanında ayaqlarını aralamış vəziyyətdə dayanıb və ildırım yerə potensiallar ötürür və adam da addım gərginliyi halına düşür. Müəllim, üzr istəyirəm, ildırım ötürücü ilə bağlı bir dənə sual verə bilərəm? Buyurun, buyurun. İldırım çaxan zaman ildırım ötürücüdən neçə metr BDT radiusda dayanmaq lazımdır? Yəni neçə metr radiusa yaxınlaşmaq olmaz? 4 metr qaydalar deyir ki, bəzən ildırım ötürücülər binaların üzərində, obyektlərin üzərində, çənlərin üzərində olur deyə bunu o qədər də nəzərə almırlar. Amma hansı ki, yanında doldurma məntəqələrində falan görürsünüz ki, ildırım ötürücülər ayrıca yerdədir, boş torpaq üzərində qoyulub. Bu zaman qaydalar deyir ki, həmin ildırım ötürücüləri 4 metr radiusda çəpərləmək lazımdır. Çünki ora insanlar yaxınlaşmasın deyə. İldırım çaxan zaman insanlar qorxusundan yaxınlaşar və burada şəkildə gördüyünüz xəsarətləri ala bilərlər. Ona görə də qaydalar deyir ki, çəpərlənməlidir 4 metr radiusda. Bəli, magistral işləmələrin istismarında təhlükəsizlik texnikası qaydalarında da elə deyir ki, yəni 4 metr. Bəli, tamamilə doğrudur. Təşəkkür edirəm, çox sağ olun. Buyurun. Statik elektrikləşməni də danışaq, ondan sonra fasiləyə gedək. Statik elektrikləşmə nədir? Elektrostatik yüklər də deyirlər buna. Statik elektrikləşmə bu vacib amildir. Bilmirəm də aranızda təhlükə potensiallı obyektdə işləyəniniz var, yoxsa yoxdur. Bu ən vacib olan mövzularımızdan biri budur, sırf təhlükə potensiallı obyektdə işləyənlər üçün.
9 il işləmişəm. Necə? 9 il işləmişəm neft kəmərlərində. Hə, maşallah, maşallah. Demək, statik elektrləşmə iki dielektrikin bir-birinə sürtülməsi nəticəsində yaranan bir yüklərdir. Misal üçün, mən əynimə pambıqdan və sintetikadan hazırlanmış geyim geyinirəm əynimə və bu zaman gün ərzində gəzirəm, hərəkət edirəm, pambıq və sintetika bir-birinin üzərində sürtünür və mən axşam paltarı bədənimdən çıxaranda saçımla toxunmadan qaranlıq vaxtlarda kiçik bir qığılcımlar görürəm, hətta həmin qığılcımların səslərini belə eşidirəm. Ona deyirlər statik elektrikləşmə. Bu insan üçün təhlükəsizdir, yəni insana hər hansısa bir ölümlə nəticələnən bir hal baş vermir, amma təhlükə potensiallı, yanğın, partlayış təhlükəli obyektlər üçün onun böyük bir təhlükəsi var. Təhlükəsi nədən ibarətdir? Maşın Bakıdan benzini yükləyib aparır Lənkərana. Yol boyu rayon adlarını, adam adlarını misal üçün çəkirəm. Maşın yol boyu getdiyi zaman benzin çənlə sürtünmə nəticəsində maşında statik yük yaranır. Maşının təkərləri rezin olduğuna görə cərəyan yerə ötürülmür və maşın Lənkərana çatır, yeraltı çənin qapağını qaldırırlar, maşının boşaltma borusuna yaxınlaşdıran anda kiçik bir qığılcımdan yanca doldurma çənləri də, yanca doldurma məntəqəsi də, maşın da partlayır və insanlar xəsarət alır. Bugünkü günümüzə qədər də belə hallar statistikamızda var, xəbərlərdə falan tez-tez görürük bunu. Bunun qarşısını almaq üçün həmin belə bir nəqliyyat vasitələrinin arxasında zəncir sallanır. Həmin zəncir yol boyu, yolla, yerlə, asfaltla sürtünür ki, maşında nə statik yüklər varsa, hamısı yerə ötürülsün. Təəssüflər olsun ki, zənciri ortadan kəsirlər, elə zəncir havada sallanır, yerə dəymir. Bunun da bir mühafizə tədbiri olmur. Ona görə də bunun qarşısını almaq üçün qaydalar deyir ki, həmin məntəqələrdə boşaltma və doldurma yerlərində belə bir elastik məftil çəkilməlidir. Həmin elastik məftili torpaqlama işarəsidir bu. Torpaqlamaq lazımdır və elastik məftili maşının təmiz, boyasız, korroziya uğramamış, pas, kraska olmayan yerlərinə toxundurmaq lazımdır ki, hər hansısa bir statik yük varsa ötürülsün yerə və rahatlıqla maşından nefti, təhlükəli maddəni boşaltsınlar. İndi müasir torpaqlama şeyləri var, avadanlıqları var. Bütün yəni belə deyək də neft boşaltma və doldurma məntəqələrində zaten yəni nəqliyyat vasitələri həmin torpaqlama vasitələrinə təchiz olunur. Bəli, elə bunlardır da, müasir variant dediyimiz bunlardır. Yəni xüsusi məftillərdə o məftilləri maşına bağlayırlar ki, maşında nə statik yük varsa hamısı yerə ötürülür. Bəli, bəli. Yəni mən yəni deyirəm, öz təcrübəmdə gördüyümə görə deyirəm ki, yəni faktiki olaraq indi şeydir, müasir tipli torpaqlama üsullarından istifadə edirlər. Bəli, bəli. Mən Aspetrolda, Sokarın yanında doldurma məntəqələrində görmüşəm ki, bu tədbirlərdən istifadə olunurlar. Həm də oradakı nasoslar da atik tipli olmalıdır da. Yəni atik tipli, yəni belə deyim də, partlayışı davamlı olmalıdır. Bəli, bəli. Bəli, bütün orada olan elektrik avadanlıqları partlayış mühafizəli olmalıdır. Tamamilə doğru. Bəs yaxşı, bu maşınlarda, texnikalarda bildik. Bəs insanlarda necə? Misal üçün, bizdə PDF formatında olduğuna görə video şəklində göstərilmir. Deməli, adamdır, 2 adamdır. Bunu qrupa ataram bu videonu, sonra özünüz baxarsınız. Deməli, bu 2 adam var. Biri budur, bir də yuxarıdadır adamlar. Deməli, maşına pambıq rulonları yükləyirlər. Pambıq rulonlarıdır. Bunlar da adamlarda yükləyirlər. Bu adamın paltarları pambıq olduğuna görə pambıqla sürtülmədən hər hansı bir statik yük yaranmır. Amma yuxarıda olan adam paltarı sintetikadır və pambıqla sürtüldüyünə görə pambıq rulonlarını yükləyib maşından düşəndə statik cərəyanından kiçik bir qığılcım yaranır. Həmin qığılcım nəticəsində maşında olan pambıqlar hamısı alışıb yanır, insan özü də xəsarət alır. Bunun qarşısını almaq üçün insanların həmin müəssisələrdə, yəni sırf o müəssisələrdə olan işləyən insanların paltarlarında, geyimlərində antistatik emblemi olur. Yəni o geyimlər statik cərəyan yaratmır. Ayaqqabıları, paltarları, əlcəkləri elə bir materialdan hazırlanır ki, onlar statik yük yaratmasın. Aydın oldu. Yəni məsələn Müdafiə Sənayesi Nazirliyinin müəssisələri var. İnsanlar barıtla işləyirlər. Barıtı güllərin içərisində doldururlar və s. Yəni həmin adamın bədənində statik yük yaransa, barıta toxunma nəticəsində barıt partlayacaq və bütün müəssisənin
partlamasına səbəb olacaq. Yadınızdadırsa, Müdafiə Sənayesi Nazirliyinin Şirvanda olan obyektində belə bir hadisə baş vermişdi neçə il bundan qabaq. Yəni ona görə bunun qarşısını almaq üçün insanlarda da bu tədbirlərdən, geyimlərinə fikir verirlər və yaxud həmin müəssisənin girişində bir lövhə qoyurlar. İnsanlar həmin müəssisəyə daxil olanda əllərini söykürlər həmin lövhəyə, bədənlərində nə statik yük varsa ötürülür yerə, ondan sonra müəssisəyə daxil olurlar ki, bədənlərində statik yük yaranmasın. Statik elektrikləşmə haqqında bu qədər. Fasilə eləyirik. Fasilədən sonra inşallah elektrik cərəyanına zədələnmə görə binaların, otaqların bölünməsi barəsində məlumat verəcəm. Hər birinizə uğurlar olsun. 10 dəqiqə fasilə eləyirik. Tamamda inşallah mövzumuza başlayırıq. Təşəkkürlər Zülfü bəy. Çox sağ olun. Buyurun, buyurun. Siz sağ olun.